Hara gedirik? Rahim, hara gedirik? Üçüncü mərtəbə. Gedirik şəhərə. Ailəlikcə. Ata, şurası 1000 liraydı. Mən sifəti. Elə bil ki, Şahdağa gedirik. Ana. Ula. Rahim, mənə bax. Şahdağa gedirik. Dəniz mola gedirik. Ha. Artıq şəhərdəyik. Trasiqəlik çəkir, gözləyirik. Bir yerdə gedək. Gedək dəniz mola. Orada uşaqlar üçün oynamağa yer var. Həpləndə paracıyıq. Rahimcik, neyinirsən? Hara gedirsən? Neçə gün evdəyik, heç yerə aparmamış uşaqlar. Ancaq evdə ye, yat, ye, yat. Tətil bitirib baxırıq, heç yerə getməmişik. Gecə şəhər çox qəşəng göstərir. İşıqlı. Nə gözəl göstərir şəhər burada. Belə baxanda işıqlı, gözəl. Gözəl Bakı. Hə, Nilay? Bakı gözəldir. Sənin şəhərində. Mənim şəhərim aradı, Nilay. Səni Yeni Yasaba. Yeni Yasaba. Yolka çox qəşəngdir. Oradan da Rahim kukuruzu alır. İstəyirsən Nilay? Mən bilmirəm. İstəyirsə bilmirəm. Bilmirəm nə deməkdir. Ya al, hər deyirsən ya yox. Mən bilmirəm. Biləm də sən sevirsən. Mənə evdə deyirsən düzəl. Rahim ki. Səfər verə. Можно? Спасибо. Ранчик. Şəhərdə elə də çox adam yoxdur məncə. Hamı Şahdağdadır. Rayonlardadır bu iş. Bu heç bir yerə getmədik. Heç öz rayonumuza da getmədik. Mesela Axod olmadı. Ne gözəllər. Belə çəkəndə yaxşı. Dəniz mola gedək. Bayraq yoxdur. Kameranı bir yan. Arada özümü də çəkim. Soyuqdur, bürümüşəm. Hayır, üşüyür, dersen tut. Gelirler. İlgilerimi giymişim. Geçen tren yoldan zakaz vermiştim. Ağladı. İkinci ilde giyinirəm, xarab olmuyor. Allah'ım, soyuq bir dəhşət. Desem gelmezdim. Buz kimi de buz. Hadi de biraz gəzək gələk. Donduq təmiz. Az danışmadı ki. Nəzər mən. Kısaca bu etrafda mən ayaqlaşmışam. Solun yanında, yadımdadır. Gələn kimi papaq almaq bilən Nilay xanıma. Şimdi ağrıyır, narahatdır. Ne otursana, otur kömək el ona, pedalına. Sen pedalı bas oturur. Start basın. Aa,
Çık buradan. Sür. Bir de bas Nilay, gaza bas. Fırla. Bas Nilay. Kaytarmazsa. Yok. Ram sen istiyorsan. Ram korkun. Biz de kuşak. Hazır ol. Hazır ol. Ramçi. Hara getdi bacı? İndi buna keçirdilər, ay Allah. Hə, Rahim. Yaxşı oldu ki uşaqlar düşsün. Hə, qoy uşaqlar düşsün, gedərik. Gözləyirəm Elivaya. Uşaqlar oynasın, sonra çıxaq gedək. Gəldik artıq, evdəyik. Biraz tez gəlmişik. Çünki orada dişim ağrıdı. Orada ağrı kəsici içdim. Ona görə də çox gəzə bilmədim. Bayramdan əvvəl bir dənə vlogun birində bilinir. Üzümün bir tərəfi burada şikinliyi var biraz. Müalicə etdirməliyəm dişimi. Dərman qoyulubdu. Mesela bu günlərin başladı çox pis ağrımağı. Elə şəhərə gedəndə başladı ağrımağı. Orada axşamdı. Bir dənə şotkalarım var. Kosmetika şotkalarımı yumaq istəyirəm. Çünki gecədə başqa nə iş görəcəm. Kosmetika şotkalarımı yuyacağım. Ondan da vlogumu bitirəcəm. Sabah da evdəyik, artıq tətil günləridir, evdəyik. 2 günümüz qalıbdı, 2 gündən sonra işdəyəm. Çalışacağım bu 2 gün evdə nə edirəm, onları vlog şəklində çəkim. Bu dəfə istədim ki, bu kistlərimi yuyum, makyaj elədiyim şotkalardır. Çoxdan yumuram. Mən bunun içinə töküb yumayacağım, elə şeylər xoşlamıram. İğrənirəm, həm də gigiyenik deyil məncə. Ona görə bunları bir-bir yuyacağım. Və mən bunu təmiz sabunla yuyacağım. Bəlkə bir kaba qoyum burada. İstənilən bir kağızdan çıxardım. Baxın, belə bir sabun götürdüm. Təmiz ki sabundur. İsti götürürəm. İstədə standart isti götürürəm. Və təmiz sabuna belə-belə. Baxın, ən yaxşı hissləri təmizləmə üsulu budur. En gözəli budur. Görürsünüz. Gördünüz, təmizlənir. Belə də töküyorum makyaj. Bu belə koyuram bura. Ovucumun içində belə.
Köyə çıxır. Çıxmır, oldu. Təmiz köpük demək. Şotka təmizləndi. Hamısını bir sürümlə təmizləyəcəm. Qanı yudum ama yumuşaqdır deyə bu rahatımın, ama təzəsini almaq lazımdır. Düşünürəm ki, kubkaları çimməyə ehtiyac yoxdur məncə. Çox çirkləndi, üstüyə atmaq lazımdır. Yudum nə günə qaldı.